Yorulmuşam müəllim. Dərslər aladır, həyatdan yorulmuşam. Bu qədər də üstünə gəlinməz də adam. Vay. Səni çox gözəl başa düşürəm. Girişirsən oxumağa, bir həftə sonra araya bir də görürsən, 3 günlük gecə qarışıq işğal edən spontan bir iş girir, onu əldə edib leş yorğun qayıdırsan, istirahətə ehtiyacın var, hansını ki bəlkə illərdir ertələyirsən, amma bir ton iş yığılıb qalıb, işləməlisən. Elə ertəliyə durursan o istirahəti. Bax, bu çətinliklər var. Onlar realdır. Və dil öyrənmək prosesini həyatla paralel aparmalı olduğun üçün bəzən fasilə verib onlarla da başa çıxmalısan. 2 şeyə diqqət et. 1. Həyat keyfiyyətindən yeməməyə. Dil öyrənmək uzun zaman alan bir prosesdir və yuxundan, əyləncəndən, istirahətindən qurban verərək bunu maksimum 2 həftə, bilmədin 1 ay apara bilərsən. Sonra beynin ağbayraq qaldıracaq. 2. Ruhunu qidalandırmaq üçün ziyafət süfrəsini gözləmə. Yəni istirahət etmək üçün böyük fürsətlər axtarma. Səni dincəldən nədirsə, gün ərzində 5-10 dəqiqə də olsa et bunu. Kiçik fürsətləri dəyərləndirsən, səni böyük fürsətlərə aparacaqlar. Nə sualın, çətinliyin, narahatlığın da oldu, yaz gəlsin. Mən buradayam. Fürsət edən kimi sənə maksimum yoldaşlıq eləyəcəm, ürəyin nə qədər istəyir dəstəkləyəcəm səni. Dərslərlə bağlı ətraflı məlumat almaq üçün isə direktə plus yazmağın yetərlidir.